Salam həkim. Aleykümselam. Həkim, mən qəbirlikdən şikayətim var, yəni mən qəbirlik olam. Aha. Çox mali qərar almışam, çox. 45 kurs almışam, yəni heç bir əhəmiyyəti yox. Vallahi biz de çok güzel neticeler aldık ay müəllim. Qəbizlikdən bizim yani çok güzel neticelerimiz olur. Orada əsas mən her zaman deyirəm, mütləq mənada orada həkimin yanaşması, o qəbizliyi verən bir səbəb var. Qəbizliyi verən səbəb ən çox disbakterioz olur. Yəni bağırsaq çöpləri normal olmayanda qəbizlik, bəli, qəbizlik baş verir və qəbizlik də son nəticədə nəyə gətirir? Köpə gətirir, qaza gətirir, sonra bağırsaqlarda bəzən qəbizlik 5 gün, 10 gün, 15 gün, 20 gün, hətta uşaqlarda 15 günə qədər davam edir. Sonra deyirlər ki, doktor, mənim bağırsağım tənbəl bağırsaq. Yazıq bağırsaq neyləsin? 15 gün orada qalan nəcis də olan zəhər sənin toksinlər sənin qanına sorulur. Sənin bütün əsəbini pozur, həyatını pozur, yuxunu pozur. Bəs nə etməli? Mütləq mənada o nəcis əkilməlidir. Disbakterioza cavabını alandan sonra hansı bağırsaq hüceyrələri çatışmışsa sən onu yerinə qoymalısan. Və ondan da o problem həll olur. Yəni, əgər çətinliyiniz olsa bizə Doktor Seyfəddin klinikasına müraciət edə bilərsiniz. Doktor Seyfəddin klinikası Xətai rayonunda Həzər Aslanlı metrosunun çıxışında yerləşir.